sadəcə qiymətlər və inqridiyentlər siyahısı deyil. HASP sistemində hər bir yemək qəbul edildiyi andan müştəriyə təqdim edilən ana qədər ayrı-ayrılıqda təhlükəsizlik profilindən keçir. Niyə bu vacibdir? Çünki hər yemək özünə məxsus fərqli risk daşıyır. Məsələn, dondurma ilə ət məhsulu eyni qaydada yoxlanılmır. Sushi hazırlamaq plov bişirməkdən fərqli kritik nəzarət nöqtələri tələb eləyir. Əsas məqsədi hər yeməyin hazırlama prosesini addım-addım izləmək, potensial bioloji, kimyəvi və fiziki təhlükələri müəyyən etmək, hər mərhələdə çirklənmə riski, bişirmə temperaturu və saxlanma müddəti kimi vacib kriteriyaları dəqiq təyin etməkdir. Yalnız bu detallı analiz sayəsində hər yeməyin təhlükəsizliyini təmin edən xüsusi kritik nəzarət nöqtələrini müəyyən etmək mümkündür. Beləliklə, HASP sistemi ilə menyunuz yalnız dadlı deyil, etibarlı və təhlükəsiz olur. Risklər minimuma endirilir. Qida təhlükəsizliyini gücləndirmək və müştəri sağlamlığını qorumaq üçün afs.gov.az saytına daxil olun və ya Mini Çağrı mərkəzi ilə əlaqə saxlayın.